Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalandayıq, Xırdalan kəndində icra hakimiyyətinə belə deyək də piyada 5-6 dəqiqəlik məsafədə yol kənarında belə bir gözəl, həqiqətən də sözün əsl mənasında gözəl tikili, şəxsi tikili, cüt daşla tikili, kəməri, yəni ki standartlara uyğun da tikilən ev sizə təqdim edirəm. Bilirsiniz ki, mən hər evi tərifləyən də deyiləm, yəni ki təqdim edirəm, tərifləmirəm. Amma bu ev bildiyim evdir, tanıdığım evlərdəndir. Ona görə ürəklə tərifləyə bilirəm. Girən kimi üzbəüz sol tərəfdə gördünüz, sanitar qovşağıdır. 5 otaqlıdır, 5 otaqlıdır həyət evimiz. Onu da deyək, kvadratı nə qədərdir? 200 kvadrata yaxındır, hardasa 192 kvadratdır. Hə. 8-in 12-yə tikilib evimiz, 8-in 12-yə tikilib. Belə bir geniş mətbəxti var. Görürsünüz, mətbəxdə 2 hissədən ibarətdir. Genişdir, stalovsu da var özünün acılını. Bura qonaq otağıdır. Birinci mərtəbədə yerləşir mətbəx, qonaq otağı və sanitar qovşağı. Qonaq otağı da dəyərincə genişdir. 4.20-nin 8 metriyədir. Qalxaq ikinci mərtəbə ilə də tanış olaq. Bir dənə minus nədir? Sənədi yoxdur da. Yəni ki, sənədi də olsaydı bu evə söz yox. Yəni ki, moşunu tikilən evdir həqiqətən də. Amma gəlin baxın, sənəddə problem deyil. Yəni bunların hamısı nəzərə alınıb, sənədi filan yeri. Ona görə 140.000 manatla çıxıb satışa var. İkinci mərtəbədə bizi belə bir geniş xol qarşılayır. Balkona çıxış yeri də var və 4 otaqdan ibarətdir. 140.000 manata bu evin sahibi ola bilərsiniz. Təbii ki, endirimdə olacaq real alıcıya. Yəni ki, danışıqlar gedəcək, endirimdə olacaq birbaşa ev sahibi ilə. Əlaqə nömrəmiz də profildədir, hörmətli izləyicilər. Gəlin baxın, bu da ikinci mərtəbəsində olan sanitar qovşağıdır. Keçək digər yataq otağı ilə də tanış olaq. Bu bir yataq otağıdır. Allah bütün balaları saxlasın. Balacamız yatmışdı da o yatmadıq. Keçək bu axırıncı yataq otağını, 4-cü yataq otağını da göstərək. Zəng eləyin, gəlin baxın. Hörmətli izləyicilər, bir daha deyirəm, əlaqə nömrəsi profildədir. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər, sağ olun.